16 yox, mən 19, 19. 19-cu sual baxaq. Yaxşı, 19. Aha. Demək, web brauzerdə seçdirilmiş mətn hissəsini qalın və qırmızı formada əks olunması üçün hansı HTML kod yazılışı doğrudur? Ümumiyyətlə, biz mətn hissəsinin necə formatdaydı, hansı təqlə formatdaydı, hansı təq vasitəsilə onun biz rəngin, ölçüsün, formasını dəyişə bilirdik? Font təqi. Biz burada nəyi axtarmalıyıq? Font təqi. A variantında font təqindən istifadə olunub, bəli, olunub. B variantında istifadə olunmuyub. C variantında istifadə olunub. D variantında istifadə olunmuyub. Y-də istifadə olunmuyub. Bizim işimiz ancaq A və C variantına olacaq. İndi gələk baxacaq, burada nəyi seçəcəyik? A variantında deyir, font color bərabərdir. Tutaq ki, FF başda veribsə, bu red, R-i seçib. Yəni, bu qırmızıdır. Style da bold, yəni tipi, görünüşü qalın olsun. Mətn, bu mətn fraqmenti qalın və qırmızı, qalın formada qırmızı rəngdə olacaq. Bizdən nə deyir? Qalın və qırmızı. Gəldik C variantına. Yenə FF verib, yəni qırmızı deməkdir bu. Yuxarıda olduğu kimi. Font color bərabərdir. Ondan sonra mətn sözünü harada yazıb? B təqinin içərisində. Sonra biz görünüşü bildirmək üçün font təqində face atributundan istifadə edirik. Style'dan yox. Məsələn, onun görünüşünü demişdik ki, görünüşü ilə bağlı formatlama tətbiq etmək istəyiriksə, face atributundan istifadə etməliyik. Ona görə burada demək, A variantı yanlışdır. Bizim burada düzgün cavabımız C variantı. İkinci bir tərəfdən də sözü yəni face-ilə də verə bilərdi, problem yoxdur. B təqi ilə də verib, bu da doğrudur. Bu cəhətdən də problem yoxdur. Yəni belə də olar, elə də. Düzgün cavabımız olacaq C variantı. Başqa? 24. 20. 20. Deməli, informatika kimi yazmaq istəsək, hansı təqlərdən istifadə edərik? İnformatika neyini? Qalın yazıb, alt xətti yazıb, kursiv yazıb. A variantında deməli, bax, italik istifadə edibmi, eləyib. Italik ilə emulated eyni şeydir. Bunların ikisinə də ehtiyac yoxdur. Elə belə baxanda A variantı yanlışdır. Eyni şey dediyim, yəni fərqlərini bilirsiniz də, ikisi də kursiv yazır. Emulated sadəcə olaraq seçdirilməni bildirir və biraz daha vurğulu olur. Strong qalın yazmaqdan yanadır. Alternativi B təqidir. Bu alt xətti yazır. M eyni ilə maili yazmaqdan yanadır. Alternativi də nədir? İdir. Strongdan istifadə eləyibmi? Eləyib. Budan istifadə eləyibmi? Eləyib. M-dən istifadə eləyibmi? Eləyib. Doğrudur bu. C variantında yenə həm i-dən istifadə eləyib, həm emulateddən istifadə eləyib. Olmaz. Alt xəttdən ümumiyyətlə istifadə eləməyib. D variantında budan istifadə eləyib, amma strongdan istifadə eləyib, B-dən istifadə eləyib. Olmaz. Y variantında həmçinin i-dən istifadə edib, m-dən istifadə edib. Hər üçündən istifadə olunanı B variantı. Bu 20.
Bir də 24 dediniz yoxsa 29? 24 müəllim. 24. Title taginin məzmunu. Title dediyi nə edir? Başlıq zolağına ad verməkdən yanadır da. Başlıq zolağı da buradır, uşaqlar. Bura. Bura. Mənim ekranımda Kodera yeni nəsil yazıb. Eyni ilə burada. Burada qəşəng oxuyanmıram mən. Nə ola bilər bu? Anar deyil. Anar deyil. Burada yazılan Elxastı mı? Nə bilim axı, Elvindi mi? Nəticə belə bir şeydir. Buna da uyğun gələn variantlardan Eltacdır. Yəni Eltaca oxşuyur. Bax bu yazılış. Bu Eltac olacaq. Burada Anardır, Əlidir, Mehdidir. Heç bunların usta bura adiyyatı yoxdur ki. Bunlar sadəcə olaraq geç PTG-in içərisində yazılmış mətindir. Paragrafda yazılmış mətindir. Yəni. Bunların heç ora adiyyatı yoxdur. Məsələn, Anardır, Əlidir, Mehdidir, Zavan. Bu cəhətdən də baxsaq Eltac olacaq. Yəni bir sözlə bu indi burada oxunmur da, oxunan hallarda burada nə yazıbsa odur. Qalan yerə baxmırsınız. Bu belə. Başqa? Yaxşı, burada yox. İkincidə 11. Gəldik 13.2-yə. Hı -hı. 11. Göstərilmiş HTML koduna əsasən bu veb səhifə haqqında doğru olmayan fikirləri seçin. Yəni əks olunduqdan sonra, veb səhifədə əks olunduqdan sonra verilən ifadələrdən hansı doğru olmayacaq? Hansı uyğunsuzdur? Birincində deyir ki, nizamlanmış siyahıdan istifadə olunmuşdur. Nizamlanmış siyahı all tagidir. All tagindən istifadə olunub, olunmur. Elə baxanda başdan sona all tagindən istifadə olunmur. Ona görə də bu yanlışdır. Doğru olmayan soruşursa, buna plus qoyaq. Arxa fonuna rəng təyin olunmuşdur. Arxa fonuna rəng təyin eləmək üçün nədən istifadə edirik? Body taginin BC color atributundan istifadə edirik. Body taginin BC color atributundan istifadə edirik. Rəng təyin olunmuşdur, doğrudur. Cədvəldən istifadə olunur. Cədvəldən istifadə olunması üçün table tagindən istifadə eləməlidir. Table tagindən istifadə eləmir. Bu da yanlışdır. Keçid olunacaq istinada boz rəng təyin edilmişdir. Boz rəng. Test olunacaq istinad nədir ki? A ref bərabərdir şəkil.png. Keçid olunacaq istinad bu sizi çaşdırmasın, uşaqlar. Bu arxa fonundan rəngidir. Badi verici qalır. Bura baxmayın. Keçid olunacaq istinad budur. Bu istinad göstəricisidir. Bunun üstündə çıxıldadacaq. Bunun üstündə çıxıb, bu yazının üstündə çıxıldadıb gedəcək bax bura. Şəkil.png. Rəng təyin olunur buna ümumiyyətlə. Yəni. Əgər istinad göstəricisi deyirsə, bu kliki deyirsə, yenə təyin olunur. Bu da doğru olmayandır. Əks olunacaq mətnlərə rəng təyin olunmuşdur. Əks olunacaq mətnlər nədir ki? Əks olunacaq mətn nədir burada? Nizamlanmamış siyahı var, bulunan verilib. Bu siyahın elementlərini deyirsə, anar əhədli, eltac əhəd olub. Bu siyahın elementlərinə də heç rəng təyin olunmuyor. Bunlardan başqa da mətn yoxdur. Ümumiyyətlə, mətn yoxdur. Bir dənə də bu istinad göstəricisi var, buna da rəng təyin olunmuyor. Bu da doğru olmayandır.
1, 3, 4, 5. Elə cavabımızda yox. Bunun cavabı nə? Cəmi düzgün cavabı nədir bunun? B variantı. B variantı. 1, 3, 4. 5 niyə olmasın? Əks olunacaq mətnlərə rəng təyin olunmuşdur. Olunmuşdur. Mənim orada body color'dan sonra text var. Orada F1 F1 rəng deyil. Hə, düz deyə burada tekst mətndir də. Hə, bu arxa fonun rəngidir. Hə, düzdür. Bu arxa fonun rəngidir. Tekst hanı yaxşı? Text ödə altından xətt çəkdiniz də text. F1 F1 var. Yox, tekst burada atributdur. Ora düşəcək mətn deyil ki. Burada mətn yoxdur ümumiyyətlə. Yəni belə deyək də, mətn olsa əgər, nə vaxtsa mətn əlavə olunsa, həmin olunanlara rəng təyin olunacaq. Yəni biraz quruluşda problem var da. Çünki mətn yoxdur, axı mən o cəhətdən baxdım. Text atributun verib amma. Hə. Bu point deyir ki, əks olunacaq mətnlərə rəng təyin olunmuşdur. Yəni belə də doğru qəbul eləmək olar da. Nə vaxtsa mətn əks olunsa, əks olunacaq deməyək də, onda əlavə olunacaq mətnlərə rəng təyin olunmuşdur. Bu şəkildə desək daha iyi. Mətn əlavə olunmalıdır ki, orada mətn olmalıdır ki, əks olunsun da. Əlavə olunacaq. Yəni, bu şəkildə deyə bilərik. Yəni mətn yoxdur. Bu belə. Sonra 8. yaxşı davam eləyək. On 8. Yaxşı. Deməli, bizdən doğru fikirlər deyil müəyyən eləyin. Bunu biraz qaldıraq. Aha. Doğrular axtarır. Siyahının riyaziyyat adlı elementi nizamlanmış formadadır. Riyaziyyatı axtaraq. Riyaziyyat. Nizamlanmış formadadır. Bəli, nizamlanmış formadadır. Çünki all tagi ilə verir. Yaxşı. Bu doğrudur. Siyahının ümumi olaraq 4 elementi nizamlanmış formadadır. Yaxşı. All tagində, burada all tagində 3 dənədir. Bu 3 dənədir. Əlavə olaraq all tagi yoxdur. Yoxdur, hə. Yaxşı. Bu onda yanlışdır. Siyahının informatika və musiqi elementi nizamlanmış formadadır. İnformatika nizamlanıb, riyaziyyatdan sonra gəlir. Musiqi nizamlanmıyor. Musiqi bir yerdədir, o da olmamıyor. Bu da yanlışdır. 7 element nizamlanmamış formadadır. Nizamlanmamış. Baxaq. İkisi buradadır. Demək. 4'ü də buradadır. Biri də buradadır.
2, 1, 4, 7. Bu doğrudur. Fizika və rus dili adı elementlər nizamlanmamış formada eyni siyahıda. Bax, eyni məsələsindən arayırlar. Həm nizamlanmamış olsun, həm də eyni siyahı olsun. Fizika. Burada da fizikanın yanında rus dili yox. Başqa yerə baxmağa ehtiyac yox. Səhv. Rus dili deyə aşağıda. Demək, 1-dir, 4-dür doğru. Bizdən doğrunu soruşurdu, doğru. Hə. 1 ilə 4. Bu da belə. 20. Verilmiş təqlərə görə alınacaq üçüncü sütunu, üçüncü sütun hansı olar? Sütun başlıqları TH-la verilir demişik. Yəni ad, ondan sonra gələcək soyad, ondan sonra da yaş. Bunlar sütun başlıqları. Üçüncü sütun hansı olar? Bax, yaş 3-ə düşüb axı. Yaşa, bax, bu yaşa uyğun bu üçüncü olacaq. T-dir. Və eyni ilə bu. Yəni T-də heç nə yoxdur arasında. Yox, boş qalacaq. Burada da 26 olacaq. Bu şəkildə. Deyək ki, soyadı adı tutaq ki, ad burada olacaq birinci halda anar. İkinci sütunda olacaq eltac. Anarın soyadı olacaq əhədli. Eltacınkı da olacaq əhəd. Üçüncü sütundan söhbət edirsə, üçüncü sütunumuz bax burada. Yaş, boşluq 26. Belə. Mənim burada 9 dənə xana olur, hə? 3 sətir, 3 də sütun orada. Bəli. Sütun başlıqlarını da sayırıq. Sonra 21. 21. demək, web brauzerdə aşağıdakı cədvəlin əsas olunması üçün doğru yazılan HTML kodu müəyyən edin. Demək, uşaqlar, 3 dənə sütundur, 3 dənə sətirdir. Table border bərabərdir 1 olacaq və yaxud da 2 olacaq. Border verib ki, xəttləri var da, ondan yanadır. Mən deyim, siz tapın variantı. Belə sığmır bura, aşağı yuxarı fırlamaq istəmirəm. TR açılacaq. TR açıldı. Təbii ki, table-dan sonra. Table border bərabərdir 1. Table-ın qapandı. Bir də ən aşağıda table olacaq. Table-dan sonra TR açılacaq. TR-in içərisində TH ad, TH soyad, TH, maaş. Yaxşımı? TR bağlanacaq.
Ondan sonra yenə TR açılacaq. TR-in içərisində, ikinci TR-in içərisində bir dənə TD açılacaq. Günel TD bağlanacaq. Bir dənə TD açılacaq. Əliyeva TD bağlanacaq. Yenə TD açılacaq. 700 AZN TD bağlanacaq. Açdığımız TR bağlanacaq. Ondan sonra yenə bir dənə TR açacaq. Həmin TR-in içərisində bir dənə TD açacaq. Fazil yazacaq, TD-yə bağlayacaq. Yenə TD açacaq. Kərimov yazacaq, TD-yə bağlayacaq. Bir dənə də TD açacaq. 1300 AZN yazacaq, TD-yə bağlayacaq. Üçüncü TR-i bağlayacaq və gələcək table-ı bağlayacaq. Variant çıxarda bildiniz. C variantı olur ama cevap B verilip. Cavab B-dir. B-yə baxaq, ondan sonra keçək C-yə. B-də problem nədir? Table border bərabərdir 1. Bu B variantıdır. Bir dəqiqə görün. Bax, bura A variantıdır. Bura B variantıdır. Bura C variant. Ay Allah. Bir dəqiqə. Bu C-dir. Burada D-dir də. Aha. Deməli. TR, TH, ad, soyad, maaş. Hə. Burada heç B variantı ola bilməz ki. B variantı niyə olsun? Burada TD verir. TH ilə olmalıydı da. Burada düzgün cavab C variantıdır. Bəli. Bu da bu hissə bax. Bu hissə düzdür. Bu C-dir. Hamı yoxlayanda B görüb uşaqlar. Bəlkə Filiz səhv yoxlamısan. B variantıdır müəllim. B variantı səhvdir. Burada bir dəqiqə B variantında TH, ad, TH soyad, TH nə? B variantında səhv nə ola bilər ki? TH, ad, soyad, maaş. Günel Əliyeva 700. Günel Əliyeva 700. Fazil Kərimov 1300. Fazil Kərimov 1300. TR bağlanır. TR açılır, TR bağlanır, TR açılır, TR bağlanır, TR açılır. C'dir, C, səhvdir. Düzgün cavab C variantıdır. Yaxşı. Belə. Sonra nə şey yazmışsınızsa heç kimin sualı yoxdur. – 23-ə baxaq da müəllim. Evet. Aha. Göstərilən HTML səhifəsini yaratmaq üçün bura. Bu olaraq hansı təqlər yazılmalıdır? Baxaq. Deməli. HTML açıb, HTML bağlayıb, başlıq verib, başlıqdan sonra anar əhədli yazıb, nələrin isə içində anar əhədli yazıb. Biz gördüyümüz qədərindən anar əhədli buradadır da. O da nədir? Web səhifənin başlıq solağı. Başlıq solağını nədən verildik? Title.
Yəni bura uyğun gəldi title. Açıb bağlayacaq. Title-ı təyin elədik. İndi burada deyir ki, border. Border nəyin atributudur? Table. Yəni border başqarda ola bilər ki. Ona görə də burada nə olacaq? Bu hissədə, burada. Burada table. Table. Ter dərslik bölmə sinif. İndi baxaq. Dərslik bölmə sinif nədir? Sütun başlığı. Sütun başlığı nə ilə verirdik? TH-la. Bu şəkildə. Title, table, TH. Yəni 1, 2, title, table, TH. Title, table, TH. Başqa? 13.4, 13.3'te 10 var. 13.3, 10. A hərf bərabərdir audio.midi. Image source bərabərdir şəkil.png kodu nəyə keçid edir? A tagi ilə açıb A tagi ilə bağlayıb. Bu nə deməkdir? Bu istinad demək. A taginin atributunu verib ref. Yəni istinadı yerləşdirəcəyimiz atribut. Ondan sonra da bu hissədə də istinad göstəricisidir. İndi bu nəyə keçid edir? Yəni bunun üzərinə sıxdıqda image.src şəkil.png-nin üzərinə sıxdıqda audio.midi-yə keçid edir. Audio.midi harda yerləşir? Kompüterdəki səs faylı. Kompüterdə yerləşir və səs faylı. Səs faylı olduğunu hardan bilirik? MIDI uzantısınadır. MIDI, WAV, MP3. Bunlar səs faylılar. İnternetdəki qrafik fail, ümumiyyətlə bu qrafik fail deyil, əvvəlinə də qaldı internetdə olsun. İnternetdə olan veb saytın əsas səhifəsində homepage deyə bir şey yoxdur. İkinci tərəfdən də internetdə olması üçün demişdik, nə ilə başlamalıydı? HTTP protokolu ilə başlamalıydı da, yəni veb sayt olmalıydı. Lokaldır bu. Amma nədir? Səs faylı. Lokal kompüterdəki veb səhifə. Lokal kompüterdəki veb səhifə olması üçün bu HTML və HTML uzantılı olmalıydı. Halbuki MIDI-dir. Lokal kompüterdəki qrafik fayl olması üçün yenə uzantısı qrafik fayl uzantısı olmalıdır. PPG, PNG, GIF, TIFF bu şəkildə və digərləri. Sən Filiz bunu yaza bilməliydin axı. Burada nə idi problem? Ben grafik fayl yazmıştım. Y variantı yazmıştım. Onu PNG ona göre yazmıştım. Onu da bildim indi. Diqqətsiz eləmişim. Bəli. Diqqətsizliyi orada eləmişsən ki, bu. İstinad göstəricisidir. Bu bizim gedəcəyimiz yer deyil. Bizim gedəcəyimiz yer hreflə verilir. Bunlara mütləq diqqət eləməliyik. Bəli. Yaxşı. 17. 17. İnternetdəki veb səhifəyə keçid etmək hansı variantda doğru göstərilmişdir? İnternetdəki veb səhifəyə getməliyik biz. HTTP, A hərf bərabərdir HTTP ilə başlamalıdır. B variantını çıxıram. C variantında ümumiyyətlə istinad tagi deyil. D variantında A hərf bərabərdir eqovla başlaya bilməz. Y variantında ola bilər. A ilə Y-in arasında qaldıq. İndi A yoxsa Y. A variantında A hərf bərabərdir edu.gov.az image src bərabərdir və png. Bu ola bilər. Bəs problem nədir Y variantında? Y variantında problem budur. Bax, https şəkil.png deyə bir veb sayt ola bilməz. Veb sayt ümumiyyətlə bu şəkildə olmur.
Bu düzdür. Protokol HTTPS ilə burada başlayıb, amma şəkil.png lokal kompüterdəki qrafik faildir.